Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah əziz dostlar, hər vaxtınız xeyir olsun. Biz Sad surəsinin 75-ci ayəsini araşdırırdıq. Bildiyiniz kimi Vəhhabilərə görə, müasir sələflərə görə Allah Təbarək və Teala'nın 2 dənə əli var, lakin özünə məxsus keyfiyyəti barəsində bizim heç bir məlumatımız yoxdur. İman gətiririk və deyirik əldir, amma necə, nə cür onun barəsində heç bir məlumatımız yoxdur. Özünə layiq bir formadır. Biz bir-iki əhl-i sünnə aliminin bu ayəyə verdiyi təfsiri oxuduq birlikdə. Bugünkü bizim bəhsimizdə inşallah bizim alimlərimizdən sayılan Şeyx Mufidin nəzərinə toxunacaq ki, o bu barədə nə düşünür və bu ayəyə necə izah verib. Baxın, bir daha bu məsələni təkrarlayırıq. Əl məxluqa aid bir sifət olduğuna görə naqisliyi bildirir. Ona görə əgər Allah Təbarək və Teala'ya nisbət verilərsə, onu gərək biz yozaq, başqa bir mənada götürək və ərəb dilində də elə bu istifadə olunur. Kinayə, məcazi mənalar istifadə olunur. Quran-ı Kərimdə də bu yer alıb, baxmayaraq ki, onlar qəbul etmirlər. Onların ən böyük səhvi adında bir çəkilişimiz oldu. Vəhhabilərin ən böyük səhvi. Səhvlər də budur ki, gəlib iddia edirlər. Necə ki, biz Allah Təbarək və Teala'ya deyə bilirik ki, Allah mövcuddur, Allah qadirdir. Elə o formada deyək, Allahın əli var, amma özünə layiq formada, necə ki, mövcudluqda bunu deyirik, qüdrətdə, elmdə. Lakin biz orada cavab verdik ki, xeyr. Çünki bu əl sifəti, əl məsələsi sırf məxluqa aid bir məsələdir. Eyibdir, nöqsanlığı çatdırır, naqisliyi bildirir. Bunun üzərindən keçsək, gələk Şeyx Mufidin nəzərinə. Ondan sonra inşallah növbəti çəkilişimizdə də Allahın izni ilə Əllamə Təbatəbainin bu barədə nəzərini araşdıracaq. Şeyx Mufid Təshih-u İ'tiqadat-ül İmamiyyə kitabında bilirsiniz, Şeyx Səduqun İ'tiqadat kitabı var və Şeyx Mufid də gəlib onu təshih eləyib. Mən Şeyx Səduqun bu barədə nəzərini oxumuram, birbaşa keçirəm Şeyx Mufidin nəzərinə. Bilirsiniz də, yenə də bunu xatırladım sizə əziz izləyicilərimiz. Şeyx Mufid tanınmış Şiə alimidir, mötəbər kitabları var. Bu barədə çox dəyərli, zəngin əsərləri var. İnşallah əziz izləyicilərimiz mütləq bu böyük, əzəmətli şəxsin kitablarını mütaliə etsinlər. Orada həmən ayəni araşdırır, Sad surəsinin 75-ci ayəsini. Gəlib deyir ki, biz bu ayəni yozmalıyıq. Məqsəd nədir? Təqribən bir neçə dənə ehtimal verir və sonuncu ehtimalı qəbul edir. Bir daha təkrarlayırıq. Bu ehtimallar təbiidir. Bəzən olur bir ayənin təfsiri barəsində 27 dənə, 30 dənə ehtimal irəli sürülür. Məsələn, Kevsər, İnnə a'taynəkəl kevsər. Siz baxsanız bəzi təfsir alimlərinin kitablarına, görərsiniz ki, 30-a yaxın ehtimal verilib ki, Kevsərdən məqsəd nədir? Burada da ehtimallar var və bu ehtimalların ola bilsin, hamısı doğru olsun, ya içindən insan baxır, görür hansı daha məntiq uyğundur. İnşallah Əllamə Təbatəbainin nəzərini oxuyanda bax, biz deyəcəyik, bu məsələyə işarə eləyəcəyik ki, hansı daha uyğundur, qayda onu tələb edir, ərəb dili qaydası. Digərləri artıq yozmaqdır və bir növ ərəb dili qrammatikasından uzaqlaşmaqdır. Elə təsadüfən Şeyx Mufid də sonuncu ehtimal ki, burada gətirib, sonuncu ehtimalı Əllamə Təbatəbainin qəbul etdiyi məsələdir. Deməli, bu birinci ehtimal budur ki, burada ki, Allah Təbarək və Teala biyədəydir, yədin bir mənası da nemətdir. Yəni, nemət. Təbii ki, əgər belə olsa, orada banın mənası olacaq lam, li. Yəni, niyə səcdə etmədin kimə? Adəmə. Ki, xələqtu biyədəy. Xəlq eləmişəm li yədəy. Yədə, yəni nemət. Dünya və axirət neməti üçün. Yəni, ibadət üçün. Və orada da işarə edir ki, əslində ibadət özü bir nemətdir. Deməli, burada yədəy deyəndə, yəni dünya və axirət.
Bu birinci ehtimaldır ki, deyir Qurani-Kərimdən də uyğun gəlir. Necə ki Qurani-Kərim buyurur: "Xalaqtul cinnə vel insə illə liya'budun." Eyni elə bunun kimi olur. "Xalaqtul Adəmə bi yədəy", yəni li yədəy, li ni'mətəy ki, bu istifadə olunur. Bu birinci ehtimaldır ki, əlbəttə çox da biz işarə eləyəcəyik inşallah, çox da yəni qeyri-məqbul deyil, məqbul hesab oluna bilər. Amma ikinci məsələ qüvvət və nemətdir. Yəni biyədə, yəni qüvvətin və nemətinlə. Ki, ərəb dilində yəd həm qüvvət üçün istifadə olunur, həm nemət üçün istifadə olunur və bunları bir yerdə toplayıb. Amma sonuncu ehtimal ki, daha uyğundur və Əllamə Təbatavəy də bunu da qəbul edir, inşallah birlikdə oxuyacaq və ərəb dili də bunu tələb edir, yəni ərəb dilinə, qrammatikasına uyğundur. Biz gəlib deyək ki, burada məqsəd xüsusilikdir. Yəni istəyir o şərafəti bildirə, xüsusiliyi bildirə. Allah Təbarək və Təala bütün məxluqları xəlq eləyib. Hər bir şeyin malikidir, hər bir şeyin xaliqidir. Amma insanın şərafəti var deyə, insan üstün varlıqdır deyə onu özünə nisbət verir. Özünə nisbət verəndə də insan adətən belədir. Feilini ələ nisbət verir. Məsələn, mən qarşı tərəfə deyirəm ki, öz əllərinlə bu işi görübsən. Amma ola bilsin ki, o görülən iş əllə görülməyib. Yəni, adətən feil nəyə nisbət verilir? Ələ nisbət verilir. Burada da Allah Təbarək və Təala buyurur ki, mən xalaqtu biyədəy, öz iki əlimlə xalq elədim, istəyir o feilini çatdıra. Feilini necə çatdıra? Bu mənada ki, yəni mən bunu özüm xalq eləmişəm. Özünə aid etmək istəyir. Necə ki, bəzi ayələrdə də var da, nəfəxtu fihi min ruhi, öz ruhumdan üfürdüm. Öz ruhumdan, məgər Allah üfürdü ruhundan bir şey mi ona üfürdü? Məqsəd o şərafətdir. Necə ki, biz bəzən deyirik ki, Allahın evi, hər yer Allaha məxsusdur. Allah, lillahi mulkus səmavati vəl-ərd, göylərin və yerin mülkü Allaha məxsusdur. Amma biz deyirik ki, Allahın evi niyə? Şərafəti üçün. Burada da insanın xilqəti, yaranışı üstündür deyə Allah Təbarək və Təala onu öz əlinə nisbət verib. Əlinə, yəni nə? Yəni ki, öz feilinə, mənə aiddir bu. Və orada təsniyə nə üçün gəlib? Bəzilər deyirlər, yaxşı, əgər belədirsə, nə üçün ikilik formasında gəlib? Onun əzəmətini göstərmək istəyir. Adətən insan, burada nümunə də gətirib, adətən insan müəyyən bir işi görürsə və o iş əhəmiyyətlidirsə, iki əlinlə o işi deyir ki, məsələn, iki əllərimlə bu işi yerinə yetirdim. Amma ola bilsin, heç ortada əl olmasın və ya məsələn, bir dənə əldən yerinə yetirilsin. Onlar nə üçün bunu dediyim? Çünki o təsniyə ikiliyin üzərində çox qalırlar ki, ikilik nemət və qüdrət, nemət mənasında ola bilməz. İki dənə nemət, iki dənə qüdrət. Biz deyirik ki, baxın, ikilik təkid üçündür. Necə ki, Qurani-Kərimdə də bəzən karrəteyn ayəsi var ki, orada təkidi bildirir. Həm əlin feilə aid olduğunu biz gördük, həm də ikilik məsələsini. Yəni, burada iki dənə önəmli məsələ var idi. Hər ikisinə Şeyx Müfid cavab verməyə çalışdı. İnşallah biz növbəti çəkilişimizdə, növbəti bəhsimizdə Əllamənin nəzərinə işarə edəcəyik və bir az bu bəhsi geniş açacağıq ki, ta aydın olsun və özünüz də görürsünüz ki, həqiqətən bu cür rahat biz bu ayəni başa düşə biləriksə, nə üçün gələk Allaha elə bir şeyə nisbət verək ki, o Allah Təbarək və Təaladan nöqsanlığı bildirir və ondan sonra bəzi iddialar edək ki, həqiqətən adam Allaha nisbət verməyə xəcalət çəkir. Bu qədər əziz izləyicilərimiz, növbəti bəhsimizdə Əllamə Təbatavayinin nəzərini oxuyacaq. Sad surəsinin 75-ci ayəsinə baxın inşallah. Əllamənin nəzərini də oxuyun birlikdə. Bir daha, yəni bizimlə birlikdə Əllamənin nəzərini oxuyarıq Allahın izni ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.